Nə deyəcəksən Allah Subhanahu taala qabağında deyananda? Ey namaz qılmayan. Və sənin aranda tərcüməçi olmayacaq. Allah Subhanahu taala buyuracaq, deyəcək, namaz qıldın. Deyəcəksən, ya Rab, vaxtım yox idi, nerede oynayırdıq? Seriallara baxırdıq, sənin vaxtım yox idi, işim var idi. O söhbət getməyəcək. Və ya kimsən, və ya kimin oğlusan, və ya filan kəs dayındır. Eşitmirsənmi Allah Subhanahu taala buyurur, cənnəm əhlindən. O vaxt onlardan soruşacaqlar, mə sələkəkum fi saqar. Bu saqara sizə nə səbəb oldu, daxil oldunuz? Saqar yəni cəhənnəm. Onlar deyəcəklər, nəmnəkum minəl musallin. Biz namaz qılanlardan olmadıq. Müddəssir surəsi 42-43-cü ayələr. Hər bir müsəlman bu əməl etməlidir. Çünki bu Allah Taala və Rasulunun əmridir. Namaz sənin xətalar və günahlarını yuyur. Səni fahiş pislərdən çəkindirir və